Tarihte okup gelgenler kim? Sen? Школа номер 1. Ученики, выпускники. Rahmat sizlerge. Yok yaptı mı? Вам нравятся эти условия? Да, очень нравится. Вот мы с Ильхом Гейдаровичем открыли для вас дворец. Вообще это дворец, не университет, а дворец. Похоже на дворец? Да. Вы только должны хорошо учиться, достигать целей, которые мы, два президента, ждем от вас на будущее. Символ нашего братства. И особо благодарность Шавкату Мирамоновичу. И, конечно, за школу имени Улугбека Фузули, как я говорю, первой, да, иностранного государства. И за то, что вот память о Низаме Генджави так уважительно почитается в Узбекистане. И за новый, конечно, кампус, новое здание, и здесь очень много символики, которая объединяет Узбекистан, Азербайджан, и древний, и современный. И это, в общем-то, символ нашего единства. Что вас всех поздравляю. Спасибо большое. Assalomu alaykum, hurmatli prezidentim. Yangi ruh, yangi nafasda bunyod etilgan universitetimizga xush kelibsiz. Salom, hurmatli Ozarbayjon Respublikasi prezidenti janob Ilhom Haydaro'g'li Aliyev. O'zbekistonga xush kelibsiniz. Universitetimize xush kelibsiniz. Hurmatli prezidentim, ikki xalqning do'stligi, qardoshligi haqida bir she'r yozgan edim. Ruxsat bersangiz shu she'rni aytib bersam. Shodligim zo'rdir otasi, erkalab suygan qizday. Va'damiz bor nizomiyning, ko'ksida yongan so'zday. Porlagaymiz o'zbegimning, manglayida yulduzday. Yurt otasin ishonchiga munosiblik ahdimiz va bu yo'lda safarbardir bor g'ayrat u shaxtimiz. Ozarbayjon, O'zbekiston, bu do'stlik umrlikdir. Cho'rayi bir, urayi bir, qardoshli buyukdir. Bize miras kaldı Nizami'nin hikmetli sözü, mukaddes ilm irfan yolunda irelik edenik, eyni gökten gol budak, atan bir cüt vatenik. Ozarbayjon ve O'zbek tillarida yangi she'riy to'plamim chop etilgan edi. Ruxsat bersangiz, to'yga to'yona bilan deganlaridek shu she'riy to'plamni taqdim etsam. Sağ ol bu sen. Müsaade. Maşallah. Kendi şiirleri. Çok sağ olun. Eng katta bizni sizlardan iltimosimiz, самая большая наша просьба, buni qadriga yetib, mana qizimga o'xshab yaxshi o'qishlaring kerak. Boshqa bizda у нас больше просьбы нет, чтобы вы были достойными, о чем мы вас мечтаем через 20 лет, 30 лет, 40 лет. Mana shunday ulug' merosga munosib bo'lishlaring kerak. Artık 700'ü geçmiş. Ve bu 3 yıl ərzində də bizim xeyri uğurlara uzatmışam. İlk öncə salam cənab prezidentlər, mən Həcər Mahmudova, Füzuli şəhəri Müzəffərdə bir illəri məktəbi direktoruyam. Və 3 il öncə 23 avqust 2023-cü il tarixdə Füzulidə məktəbimizin açılışı Azərbaycan, Özbəkistan qardaşlığının, dostluğunun gözəl bir rəmzinə çevrildi. Məktəbimiz indi iki qardaş xalqı birləşdirən canlı bir köprüdür. Və bizim məktəblə Özbəkistan məktəbləri arasında əməkdaşlıq, dostluq əlaqələri vardır. Bu əlaqələr çərçivəsində ötən ay Nizami adına Milli Pedaqoji Universitetinin rəhbərliyi Füzulidə bizim məktəbdə qonaq oldular. Və görüşün davamı olaraq da müəllimlərimizin peşəkar inkişafını artırmaq məqsədi bizi buraya daşıyanda dəvət etdilər. Artıq bir neçə gündür müəllimlərimiz burada universitet tərəfindən təşkil olunan müasir təlim metodları, rəqəmsal bacarıqlar, 21-ci əsr müəllimi üçün vacib olan
faydalı təlimlərdə iştirak edirlər. Əməkdaşlığımızın eyni zamanda uğurlu nəticələrindən biri də odur ki, məzunlarımızın 20%-i bu universitetə qəbul olmuşdur. Onlardan 5 nəfəri də universitet tərəfindən təqdim olunan qrant əsasında təhsil alacaq ki, buna görə də, bəli, buna görə də universitetə təşəkkür edirəm və inanırım, indi hal-hazırda bizim 6 nəfərimizdir, onlardan indi 5 nəfər, amma yenə də arzu edənlər var, magistr, doktorantura təhsili arzu edənlər var, müraciətlər var. İndi yavaş-yavaş onlar da qaydasına düşəcək. Nümayəndə olaraq Əli buradadır, hamısı əslində burada olmaq istəyərdilər, bəli. Və inanırıq ki, bu dostluq, əməkdaşlıq gələcəkdə daha böyük uğurlara yol açacaq. Fürsətdən istifadə edərək mən siz, hörmətli prezidentlər, cənab İlham Əliyevə və cənab Şəfqət Mirzəyevə Azərbaycan-Özbəkistan qardaşlığını və təhsil istiqamətində münasibətlərin möhkəmləndirilməsində verdiyiniz böyük dəstəyə görə öz adımdan, kollektivim adından səmimi minnətdarlığımı bildirim. Bu Azərbaycan-Özbəkistan qardaşlığı daim yaşasın. Diqqətinizə görə təşəkkür edirəm. Rahmat, teşekkürler. Uğurlar, can sağlığı. Спасибо большое. Hoşbəxtlik.